İmam Rza Əleyhisselamın hərəmi 4 künc formada olmağına baxmayaraq, səhnlərdən, yəni ayrı-ayrı həyətlərdən ibarətdir. Hər bir həyət səhnə adlanır, hər səhnində öz adı var. Daxil olduğumuz əsas qapıdan giriş, Babur Rzadan ki daxil olduq, o səhnənin adı bayaq qeyd edildiyim kimi Səhnə Rəzəvi idi. Başqa səhnələrdən biri də bu arxada gördüyümüz səhnədir ki, adı Səhni Azadidir. Səhni Azadi həmən səhnədir ki, həmən həyətdir ki, İmam Rza Əleyhisselamın hərəminə əsas giriş qapısı, o qızıl qapı ki deyirlər, daxil olursan, əsas giriş qapısı buradadır və İmam Rza Əleyhisselamın aşağıda olan əsas qəbrinə də düşmək üçün qapı Səhni Azadi yerləşir. İnşallah gedək, Səhni Azadi haqqında da tanış olaq. Səhni Azadda yerləşən bu böyük qapı, daha doğrusu qızıldan hazırlanmış böyük qapı birbaşa girir İmam Rza Əleyhisselamın hərəminə. Əsas qapı adlanır və bu qapının girişi xanımlara aiddir. Yəni, bu qapıdan xanımlar daxil olurlar və daxil olan kimi düz gedirlər İmam Rza Əleyhisselamın hərəminə. Bu Səhni Azadinin giriş qapısıdır, belə deyək, hərəmə. Burada bir qapı var ki, bura hal-hazırda axşam olduğuna görə bağlıdır və inşallah sizə məlumat veriləcək bu haqda. Bu qapıdan daxil olurlar, pilləkənlə düşürlər, üzlü hərəmə tərəf 2 mərtəbə düşürlər və İmam Rza Əleyhisselamın aşağıda olan əsas qəbrinə ən yaxın məntəqəyə çatırlar. Allah hər birimizə nəsib eləsin.